Kəndimizdə bir oğlanla sevgili idik, ailələrimiz də bilirdi. O universiteti bitirdi, mən isə hələ tələbə idim. Hərbi xidmətə getdi, orada məndən tez-tez məlumat alırdı. Xidməti bitirib gəldi. Ailələrimizə dedik ki, nişan edək. Nişandan bir ay öncə sevgilim bacısının qayını ilə kənddən rayona doğru yola çıxıblar. Kəndə geri dönəndə yolda ağır avtomobil qəzası keçiriblər. Sürücü və bacısının qayını yüngül yaralanıb, amma sevgilim yerindəcə rəhmətə gedib. Əlində isə mənim ona verdiyim bilərziyi ona güc versin deyə sıxıbmış. Mənə xəbər gələndə isə məndə infarkta bənzər bir şey oldu. Əllərim şiddətli əsir. Şoferin həbsə atılıb-atılmamaq qərarını mənə verdilər. Mən isə onun etdiyi o səhvi onun 1 yaşındakı qızına bağışladım. Qəlbim bağışlamadı, amma beynim bağışladı. Çünki o məhsum körpədir. İşin üstündən 3 il keçəndən sonra şofer boşanıbmış. Gəlib sevgilimin ailəsinə deyib ki, günahkar mən idim, oğlunuzun ölümünə səbəb oldum. İcazə verin oğlunuz olum. Bunlar da biraz bağışlayıblar. O utanmaz adam deyib ki, o qız yazıqdır, nişanlısı ölüb. Onunla mən evlənim. Sevgilimin ailəsi razı olub. Mənə dedilər, mən də yox dedim. Bu utanmazlığa dözə bilmədim. Ailəmlə birlikdə şəhərə köçdük. Artıq 2 ildir ki, şəhərdəyəm. Sevgilimin qəbrini tez-tez ziyarət edirəm. Mən qərarlıyam, ömrümün sonuna kimi sevgilimə sadiq olacağam. Heç vaxt evlənməyəcəm.